Hörmətli izləyicilər, ikinci yaşayış məhəlləsində qaraj hissəsindəyik. Baxın, binaların altı bir kvadrat üzrə. Bax, belə geniş bir qarajdır. Çox möhtəşəm, səliqəli tikilibdir. Çox adam fikirləşirdi ki, binaların altı qarajı hardasa, bax belə divarları remontsuz ola bilər, baxımsız ola bilər, amma elə deyil. Özünüzdə görürsünüz ki, görün necə genişdir və qaraj hamısı hal-hazırda istifadədədir. Qarajda kamera otağı var. Bütün qarajın içərisi, maşın saxlanılan yerlər hər birisi kamera ilə təchiz olunubdur. Yəni izləmə, müşahidə kameraları var və maşınınızı burada saxlayıb əmin ola bilərsiniz ki, bu maşın qorunur. Baxın, artıq burada yaşayan insanlar da maşını burada saxlayırlar və tokla, yəni elektriklə çalışan maşınlar üçün də xüsusi bölmələr var. Və eyni zamanda burada dediyim kimi kamera otağı, tibbi otağı da var. Hər hansı bir uyğunsuz halda dərhal müdaxilə etmək üçün. Baxmayaraq ki, gecədir, saat 12-nin yarısıdır, 12-yə qalıb, amma demək olar ki, qaraj tamamilə işıqlıdır. Bütün qarajın hər bir sahəsi işıqlandırılıbdır, çox da genişdir, mükəmməldir. Yanğın təhlükəsizliyi bölməsi də var. Olası bir yanğın halında burada dərhal yanğın söndürmək üçün, bax gördüyünüz kimi, dərhal su ilə söndürmək üçün görürsünüz ki, xüsusi orada su cihazları var və şlankı da var, dərhal açıb naporu vurub. Burada hər hansı bir yanğın baş verdikdə, inşallah ki, olmasın, söndürmək üçün, yəni, şərait var. Burada isə, baxın, ərazi, qaraj olan ərazidir və burada hamam, ayaq yolu da var. İndi təmizlənməyib, amma iş artıq yekunlaşıb. Qarajın müxtəlif bölgələrində hamam, ayaq yolu fəaliyyət göstərir. Sizin olası bir ani durumda buradan istifadə etməyiniz üçün şərait yaradılıb. Digər reportajlarımda demişdim ki, yəni gəldiniz işinizdən, qaraja maşınınızı verirsiniz və elə buradan da lift vasitəsilə hər kəs öz evinə rahat şəkildə öz mərtəbəsinə qalxa bilər. Doğrudan da dövlətimiz məcburi köçkünlər üçün, keçmiş məcburi köçkünlər üçün çox gözəl bir şərait yaradıb. Əysən. Musiqi də var. Daxil olan kimi çox gözəl musiqilər bizi feyziyab edir. Artıq liftin qapıları bağlandı və təyinatı üzrə hansı mərtəbəni demişiksə, o üzrə qalxır, qapılar açıldı. Növbəti stansiya Ağdam şəhəri, 2-ci yaşayış kompleksi. Bəli, biz birinci mərtəbəni seçdik ki, eyvana çıxa bilək. Bu da yaşayış kompleksinin ərazisi. Burada insanlar yayın deməli ən isti günlərindən biridir artıq. Bilirsiniz ki, 4 avqustda keçirik. Demək olar ki, 20 dəqiqədən sonra. Amma Ağdam şəhərində hava çox möhtəşəmdir. Mülayimdir, sərin bir hava var Ağdam şəhərində. Doğrudan da burada yaşamaq insanı həqiqətən də buranın həsrətində olan insanları çox sevindirir. Ümid edirəm ki, hər biriniz, bütün Ağdamlılar mərhələ-mərhələ öz şəhərlərinə, öz doğma yurtlarına köçəcəklər. Allah Teala arzusunda olan hər bir insana nəsib eləsin
Bu ərazini xüsusilə seçdim. Çünki bu ərazi cənab prezidentin məhz 2-ci yaşayış məhəlləsinin açılışı zamanı gəldiyi ərazidir. Baxın, buradan cənab prezident daxil olmuşdu və burada xatirə lövhəsi var. Xatirə lövhəsinə baxış keçirilmişdi. Daha sonra buradakı binaların hər birisinin içərisinə daxil olaraq otaqlara baxış keçirilmişdi. Gördüyünüz kimi burada Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyev tərəfindən deməli 2023-cü il tarixində 2 may tarixində 2-ci yaşayış kompleksinin açılması, daha doğrusu təməlinin qoyulması barədə məlumat verilir. 24 dekabr 2025-ci ildə isə kompleksin açılışı Prezident İlham Əliyev və xanımı Mehriban xanım Əliyeva tərəfindən açılışı olduğunu qeyd edən lövhəni görürsünüz. Bax, həmin bu ərazidir. Hansı ki, hal-hazırda burada da yaşayış var. İnsanlar bu əraziyə köçüblər və rahat şəkildə yaşayırlar. Elə köçən insanlar da maşınlarını qarajda saxlamaq istəyən qarajda və saxlamaq istəməyən şəxslər isə çöldə, ərazidə saxlayırlar. Orada isə insanlar asitə vaxtını səmərəli keçirmək üçün gözəl şəkildə mini futbol ərazisində futbol oynayırlar. Çünki hava çox sərindir, çox maraqlıdır bu vaxtda belə gözəl idman növü ilə məşğul olmaq. Mən də ilk dəfədir ki, bugün Ağdam şəhərində qalacağam. Bizə hələ ev Seyidli ərazisində bilirsiniz ki, 4-cü yaşayış məhəlləsi tikilir. Bizə hələ ev ləngiri verilməsi, inşallah biz də köçəcəyik, amma dəfələrlə burada çəkilişdə oluram. Axşamı qalmamışdım, bugün isə burada inşallah ki qalacağım və bu sərin havada doğrudan da burada qalmağın ləzzəti ayrıdır. Bura isə ərazidəki parkdır. Bax, bütün binaların, bloklarının düşdüyü ərazi, məhəllənin ortası hamısında belə parkdır. Uşaqlar üçün əyləncə zonalarıdır. Baxın. Və burada yenə də uşaqlar üçün əyləncə zonası var. Və burada idman etmək üçün qurğular quraşdırılıbdır. Lazım değil ki.